Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi, keçən il Time kitabında etik davranış qaydalarına yenilik əlavə olundu. Peşəkarlıq və fərdi məsuliyyətindən konfidensiallıq çıxarıldı. İnsanların hüquq və azadlıqlarına hörmət adında birləşdirildi. Və Time kitabı da elə buna uyğun olaraq PDF təqdim etdi və mən də sizə həmin bu yenilənmiş etik davranış qaydasının PDF-si üzərində izaha təqdim etmək istəyirəm ki, hər birinizin nəzərinə çatdırım. Gəlin baxaq birinci sualımıza. Görə birinci sualda nə deyir? Birinci sualda deyir ki, müəllim öz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olmuş qaydalara əməl etməlidir. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur? İlk olaraq sosial şəbəkə sözünü görüb ictimai etimad axtarırsan, amma burada ictimai etimad da yoxdur. Bu loyallıq olacaq. Niyə görə loyallıq olacaq? Çünki müəllim tənqidi ictimai mülahizələrə yol verməməlidir. Sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olmuş qaydalara əməl etməlidir. Bəzi müəllimlər deyir ki, bu ictimai etimadla loyallığı çaşdırıram. Bax, əgər situasiyanın kökündə gör ictimai sosial şəbəkələr vasitəsilə nəyisə danışacaqsan, sonra başın ağrıyacaqsa, narahat olacaqsansa, bu loyallıqdır. Çünki öz peşə fəaliyyətinə xələl gətirəcəksən. Yoxsa nəsə inamsızlıq var, nəsə sən bilmədən hər hansısa bir etimadı zədələmsən, tez bir zamanda etimadı bərpa eləmək istəyirsən, o ictimai etimaddır. Ona görə birinci sualın cavabı olacaq C variantı. Gəlin ikinci suala baxaq. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinə düzgün istiqamət verməlidir. Bəli, kütləvi informasiya vasitələri ictimai etimaddır. Yalan yanlış məlumat verməməlisən, düzgün informasiya ötürməlisən, etimadı doğrultmalısan. İkinci sualda C variantı. 3. Müəllim valideyn iclası keçirilir. Şagirdin negativ davranışın səbəbi ilə bağlı ona məlum olan informasiyanı müzakirəyə çıxarmır. İclasdan sonra fərdi danışır. Bəli, müəllim neyinir? Konfidensiallığa diqqət yetirir. Biz də dedik ki, konfidensiallıq harada öz əksini tapıb? Əlbəttə ki, insana hörmətdə, yəni insan hüquqlarına və azadlıqlarına hörmət. 3-də də olacaq C variantı. Etik davranış qaydaları ilə bağlı verilmiş yanlış fikirləri müəyyən edir. Bizdən yanlışı istəyir. Etik davranış qaydalarına əməl etmədiyinə görə əmək müqaviləsinə xitam verilmiş müəllim 1 il pedaqoji fəaliyyətindən uzaqlaşa bilər, doğrudur. Yəni 1 il fəaliyyətlə məşğul ola bilməz. Sonra gələcək. Bu qaydaların tərtibatlı məqsədlərindən biri təhsil müəssisələrinin fəaliyyətlərində şəffaflığın artırılmasına nail olmaqdır. Bu da doğrudur. Qaydalar bütün növ təhsil müəssisələrinə şamildir, doğrudur. Əgər desəydik ki, təkcə ümumi təhsil müəssisələrinə, o zaman yanlış olardı. Bütün təhsil müəssisələrinə şamildir. Qaydalar təhsil proseslərinin iştirakçıları ilə qarşılıqlı münasibəti tənzimləyir. Bu da doğrudur əlbəttə ki. Təhsilin bütün səviyyəsində təhsil alanlara yox, təhsil verənlərə şamildir. Etik davranış qaydaları, əziz müəllimlər, şagirdlərə yox, müəllimlərə aid. Ona görə 4-cü sualın cavabı Y olacaq. 5-ci suala baxaq. Deyir ki, müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərin biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim neynir? Əlbəttə ki, burada müəllim bir neçə pedaqoji fəaliyyət tələbi pozur. Bəli, nailiyyəti təhlil eləmir, yoxlamır, şagirdin istəyini nəzərə almır, inkişaf yönümlülük, şagird yönümlülüyü deyə bilərik əlbəttə. Daha sonra müəllim mədəni davranışlıq heç nə yoxdur, içini çıxıram. Mədəni davranışlıq nə var ki? Mədəni davranışda nə deyirdi? Müəllim səbirli, təmkinli olmalıdır. Müəllim vicdanlı fəaliyyətini həyata keçirmir. Bəli, vicdanlı davranış sərgiləmir. 1-3 olacaq əzizim. Əlbəttə ki, olacaq 1-3. 1-3 də B variantındadır. 6-cı suala baxaq. Müəllim şagirdin şəxsi həyatı barəsində ona məlum olan məlumatın gizliliyini təmin edir. Gizlilik konfidensiallıqdadır. Biz də konfidensiallığı insana hörmətdə dedik. Bu da D variantında öz əksini tapacaq. 7-ci suala baxaq. Müəllim şagirdin irqinə, cinsinə, dilinə, etnik mənsubiyyətinə görə fərq qoymamalıdır. Əlbəttə ki, qərəzsizlik, ayrı-seçkilik etməməlidir.
Bu gərəzsizliyin açar məqamıdır. 7-də A. 8-ə baxaq. Müəllim valideyn iclasında şagirdlərin qiymətləndirməsini müzakirə edərkən fərdi nəticələri açıq şəkildə elan edir. Öz övladının da valideyn görür ki, sinifdə nəticəsi aşağıdır, ona görə də narahat olur. Əlbəttə ki, müəllim konfidensiallığı gözləmir. Konfidensiallığı isə insana hörmətdə öz əksini tapır. 8-də də A cavabı olacaq. Gəlin 9-a baxaq. 9-da deyir ki, sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyən et. Müəllim vəzifəsini yerinə yetirərkən təhsil alanlar arasında fərq qoymur, ayrı seçkilik etmir. Müəllim özünün mənafeyinin vəzifə funksiyasının icrası zamanı digər şəxslərin ona təsir etməsinə icazə verməməlidir. Bu da qərəzsizlik. Yəni müəllim ayrı seçki qoymamalıdır. 9-da D olacaq. 10. Hansı variantda uyğunluq pozulub? Gəl baxaq. Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymur, qərəzsizliyi qarşısına yazılıb doğrudur. Burada uyğunluq gözlənilib. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qanunçuluq, amma yazıb səhvdir. Fikir olaraq doğrudur da. Burada vicdanlı olmalıdır. Amma yazıb qanunçuluq özü də deyir ki, səhvdir. Ona görə götürməyəcəm. Müəllim etik davranış qaydalarını pozduğu halda tez bir zamanda bərpa etməlidir. Doğrudur. Bu ictimai etimadda doğru da yazıb. Müəllim vəzifəsinə aid olduğu hallarda dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Yəni, pedaqoji fəaliyyətini həyata keçirdərkən öz peşə fəaliyyətinə xələl gətirə biləcək məqamlara yol verməməlidir. Bu loyallıqdır, amma yanlış yazdı. Belə uyğunluq deyil də, pozulub. 1. 11 üzr istəyirəm. Müəllim gigiyenik qaydalara riayət etmir, saçını darımır, nizamlı, intizamlı deyil, səliqə səhmanı yoxdur, əlbəttə ki, mədəni davranış olacaqdır. 11-də olacaq mədəni davranış Y variantı. 12. Müəllim özünü və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarını icrası zamanı digər şəxslərin ona müdaxilə etməsinə şərait yaratmamalıdır. Əlbəttə ki, bu qərəzsizlikdir. 12-də olacaq Y variantı. Çünki müəllim neynəməlidir? İcazə verməməlidir. Kimsə ona müdaxilə etsin. 12-də Y. 13. Cədvələ əsasən uyğunluğu müəyyən etdir. Biz cədvələ əsasən uyğunluğu müəyyən edərkən bilirik ki, doğruda doğru, yanlışda yanlışı götürməliyik. Əgər varsa, gəlin baxaq. Müəllim etik davranış qaydalarını tərtib etməkdə məqsədi ümumi orta təhsil səviyyəsində təhsil alanlarla münasibətlərini tənzimləməkdən ibarətdir. Yanlışdır. Niyə? Təkcə ümumi orta təhsil deyil, bütün təhsil müəssisələri olmalıydı. Müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquqlarına, demokratik prinsiplərə əməl etməlidir. Məxfiliyi qorumalıdır, ictimai etimad yox, insana hörmətdir. Bu da səhvdir. Müəllim öz peşə vəzifəsindən, səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Qanunçuluq yox. Bu, əlbəttə ki, kənar vəzifələrə müdaxilə etməməlidir. Digər şəxslərin ona müdaxilə etməsinə şərait yaratmamalıdır. Bu qərəzsizlikdir, bu da yanlışdır. Müəllim təhsil alanlara qarşı xeyirxah və təmkinli olmalıdır, səbirli olmalıdır. Qərəzsizlik yox, mədəni davranışdır. Bütün variantlar səhvdir. Məndən uyğunluğu istəyir, ona görə də uyğunluq olacaq 3-dən 4. 3-dən 4 də B variantındadır. 14. Boş xanalara ən uyğun ifadəni müəyyən et. Təhsil verən şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən qanunçuluqla müəyyən edilmiş qaydada təhsil müəssisələrinin fəaliyyəti barədə media subyektlərinin doğru məlumat almasına kömək etməlidir. Yəni, yalan-yanlış məlumat verməməlidir. Düzgün məlumat verməlidir. İctimai etimadı bərpa etməlidir. Sənə inanmalıdırlar. Bu nədir? Sabah gedirsiniz MİQ-ə, sertifikasiya imtahanına, qəşəng nəticə toplayırsınız. İmtahan şəffaf keçilir. Çıxırsınız, düzgün məlumat verirsiniz ki, digərlər də sizə inansın, etimad göstərsin. Ona görə ictimai etimad olacaqdır. 15. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmamazlığı şagirdə büruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirməsinə də təsir edir. Neyinir müəllim? Valideynlə yola gedmir, əvəzin belə deyim də, loru dildə şagirddən çıxır, ayrı seçkilik edir, qərəzli yanaşır. 15-də D olacaq. 16. Bir müddətdir ki, şagirdin dərsə davamiyyətində qeyri-sabitlik müşahidə edilir. Müəllim bu haqda məlumatlı olsa da heç bir tədbir görülmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Biz doğru fikri axtaraq.
Şagird pedaqoji işçilərə hörmətlə yanaşmaq vəzifəsini, müəllim isə gərəksizlik etik prinsipini pozur. Burada şagirdin hansısa bir qaydalara əməl etmədiyi görsənmir. A. Çıxıram. Şagird üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək hüququ deyil, bu vəzifəsidir. Bunu da çıxıram. Şagird dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vərdişlərə hüquq deyil, bu da vəzifədir. Çıxıram. Şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermir, müəllimdə vicdanlı davranış nümayiş etdirmir. Doğrudur. Cavab elə D variantı olacaq. Çünki üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək şagirdin vəzifəsidir. Hüququ deyil. Bax, hüquq vəzifə burada sizin köməyinizə çatır. 17. Deyir ki, hansı variant yanlışdır? Müəllim hər bir təhsil alanının sağlamlığını və rifahını düşünərək onu zərərli vərdişlərdən çəkindirməlidir. Doğrudur. Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Bu da doğrudur. Təhsil alanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verilməməlidir. Doğrudur. Etik davranış qaydaları pozan təhsil verənlər bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Yox. 1 il. Sadəcə və sadəcə 1 il müddətində. Ona görə 17-də cavabımız olacaq D variantı. 18-ə baxaq. Direktor pedaqoji şurada Direktor pedaqoji şurada müəllimlərin fikirlərini önəmsəmir. Çıxış edərkən onlara qarşı kobud ifadələrdən istifadə edir. Kobud söz deyirsə bu mədəni davranışdır. Çünki müəllim səbirli, təmkinli olmalıdır, nitqinə fikir verməlidir. Gəlin baxaq 19-a. 19-da görək nə deyir. Müəllim şagird və valideynlərlə ünsiyyət zamanı xoşa gəlməz vulqar sözlərdən istifadə edir, mədəni davranışı pozur. Doğrudur. Sinifdə ailə daxili problemi olan risk qrupuna daxil şagird oxuyur. Buna görə də müəllim bu uşağa münasibəti mənfidir. Yəni müəllim neyinir? Ayrı-seçkilik edir. Bu səhvdir, insana hörmət deyil. Sinifdə şagirdlərdən 2 yaş böyük olan şagird hər kəsi məxsərəyə qoyur. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmir. Mədəni davranışı pozur. Əslində müəllim laqeydsiz, hərəkətsizlik nümayiş elətdirir. Bu insana hörmətə aiddir. Yanlışdır. Müəllim məktəblər arası yarışlarda daima öz məktəblərini tərifləməklə yanaşı, daima digər müəllimlərin və şagirdlərin savadsızlığından bəhs edir. Bu da loyallığı pozur. Doğrudur. Çünki başı ağrıyacaq da öz məktəbinin uşaqları haqqında savadsız deyir, iş yoldaşlarına savadsız deyir. Ona görə uyğunluğu istəyir. Doğru da 1, yanlış da 3. 19-da cavab olacaq A variantı. 20. Müəllim şagirdlərin son zamanlarda dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlayır, müəyyən məlumatlar əldə edir. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarır. Müəllim neyinir? Konfidensiallığı pozur, gizliliyi qoruyub saxlamalıdır əslində. Neynəməlidir? Gizliliyi saxlamalıdır, insana hörməti pozur. 21. Məktəbdə nüfuzlu müəllim olan Sevinç müəllimə haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir, məktəb rəhbərliyinə müraciət edir. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə açıq görüş təşkil edir, şəffaf şəkildə izahat verir. Sonda valideynlər onun dürüstlüyünə neynirlər? İnanırlar. Burada nə baş verir? İctimai etimad C variantı. Çünki ictimai etimadı bərpa edir. Bax, ictimai etimaddan bir daha deyirəm, əziz müəllimlər. Loyallığı qarışdıracaqsansa, ictimai etimadda, sosial şəbəkədə inamsızlıq yaranır. Loyallıqda isə danışacaqsan, başın ağrıyacaq. Bu pəncərədən baxsan, düşünürəm ki, loyallıqla ictimai etimadı qarışdırmaya biləcəksən. 22-ci sualla davam edək, əziz müəllimlər. Müəllim tədris zamanı mövzular əsasında həyati bacarıqları formalaşdırmasına qayğı göstərmir. Müəllim neynir? Vicdanlı davranmır da. Əslində vicdanlı davranmalıdır. Öyrətdiyin tətbiq etməlidir. 22-də olacaq cavab A variantı. 23. Təhsil verən sosial media hesablarında və onun işlədiyi müəssisənin adına xələl gətirəcək video, materiallar, təsvirlər paylaşmamalıdır, düz deyir. Çünki loyallıq eləyər əgər paylaşarsa. Bizdən uyğunluğu istəyir. Uyğunluğu istəyirsə doğruda doğru, yanlışda yanlışı götürməliyik. 1 doğrudur götürəcəm. Cavabım 1 ilə başlayacaq. Avtomatik 2 ilə başlayanları çıxdım. Bax, belə də edə bilərsiniz. 2-də müəllim vəzifə funksiyalarının icrası zamanı insanların hüquqlarına
nə etməlidir? Bir dəqiqə. İnsanların hüquqlarına, demokratik prinsiplərə əməl etməlidir. İctimai etimad deyil bu. Yanlışdır. Müəllim vəzifə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar fəaliyyətinə xələl gətirməməli loyallıqdır. Bu doğrudur, amma mənə lazım deyil. 4-də deyir ki, müəllim təhsil alanlara qarşı xeyirxah və təmkinli olmalıdır. Bu, gərəzsizlik yox, mədəni davranışa aiddir. Əlbəttə ki, olacaq burada 1, bir də 4. Bu da D variantına uyğun gələcəkdir. 24 ilə davam edək, əziz müəllimlər. Müəllim sinifdə oğlan və qızın əyləşdirərkən ayrı-seçkiliyə yol verir. Heç bunu oxumasam da gərəzsizlik deyə bilərəm. Ayrı-seçkilik edir, fərq qoyur. 24-də 7, 25-ə baxaq, deyir ki, gərəzsizliyə aid olmasın. Müəllim peşəsini gərəzsiz yerinə yetirməli, doğrudur. Müəllim təhsil alanın irqinə, dilinə, cinsinə fərq qoymamalıdır, doğrudur. Müəllim təşəbbüskar, intizamlı, çalışqan olmalıdır. Bu mədəni davranışdır. Qərəzsizliklə işi yoxdur. 25-də C variantıdır. 26. Müəllim iclaslarda və tədbirlərdə öz həmkarlarının iradını qəbul etmir. İradı qəbul etmirsə, burada mədəni davranışdır. Çünki müəllim səbirli, təmkinli olmalıdır. İradı qəbul etməlidir. 27. İdman dərsində müəllim məktəbin futbol komandasına yeni üzv seçir. Şagirdlərdən biri sürətli qaçış və top texnikası baxımından digərlərindən bacarıqlı olsa da, müəllim şəxsi münasibətinə görə ona ayrı seçkilik edir. Nə edir? Qərəzli yanaşır. Qərəzsizlik pozulmuş olacaqdır. 28. Sinifə yeni gələn şagird fərqli etnik mənsubiyyətinə malikdir. Müəllim hər dəfə həmin şagirdi müxtəlif fəaliyyətlərdən kənarlaşdırır. Müxtəlif fəaliyyətlərdən kənarlaşdırırsa, müəllim də buna nə edir? Ayrı seçkilik edir. Bu da qərəzliyə yanaşır. 29. Sual işarəsinin yerinə yazıla biləcək cavabları müəyyən et. Pedaqoji kollektiv və ya hər hansı bir müəllimin hüququna, etik normalarına zidd hərəkətlərə sövq etməməlidir. Rəhbər tərəfindən müəllim əməyi qiymətləndirilməlidir. Bu da əlbəttə ki, rəhbərə aiddir. 29-da olacaq C variantı. 30. Mədəni davranış, loyallıq, ictimai etimad. Bunu uyğunlaşdıraq gəlin. Müəllim dərs zamanı şagirdlərə fərqli yanaşma düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərə aşılamağa çalışır. Yəni, müəllim neyinir? Səbirli, təmkinli olmur. Şagirdə qarşı səbir, təmkin nümayiş etdirmir. Nə bilim, ancaq öz dediyini edir, iradları qəbul etmir, mədəni davranışdır. 1-ə A. Müəllim təhsildən sonraki dərslikləri bəyənmir. Bu loyallıqdır. 2-yə B. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. Burada ictimai etimaddır. Cavab olacaq C variantı. Müəllim məktəbə narazılıq yaradan bir məsələdən şikayətçidir. O problemi məktəb rəhbərliyi ilə həll etmək əvəzinə sosial platformada, yəni sosial şəbəkədə neyinir? Tənqid edir, loyallıq edir. Sonra da qəşəngcənə başı ağrıyacaq, rəhbərlik çağıracaq onu. Əlbəttə ki, loyallıqdır. Müəllim valideynlərlə nəzakətli, səbirli danışır. Bu mədəni davranışı özündə əks etdirir. 32-də A-dır. Müəllim qızlar riyaziyyatdan zəif olur kimi fikirlər əsaslandıraraq onları bəzi fəaliyyətlərdən kənar saxlayır, ayrı seçkilik edir, fərq qoyur, əlbəttə ki, qərəzsiz davranır. Müəllim qərəzli davranır, yəni qərəzsizliyi pozur. Müəllim sinifdəki şagirdləri intizam pozulmasına görə kobud ifadələrlə danlayır. Kobud ifadə işlədirsə, mədəni davranışdır, əziz müəllimlər. 35-ci testdə baxaq, yanlış fikri müəyyən edin. Rəhbərliyin qanunun göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə cəlb olunub, doğrudur. Etik davranış qaydalarının pozulduğu üçün əmək müqaviləsinə xitam verilmiş müəllim bir daha deyir pedaqoji fəaliyyətlə məşğul ola bilməz, amma yalan deyir. Niyə görə? Biz dedik ki, etik davranış qaydasına əgər müəllim əməl etmirsə, o 1 il müddətinə pedaqoji fəaliyyətindən kənarlaşdıra bilər. Bu qədər əziz müəllimlər, inanıram ki, bu yeni etik davranış qaydaları da sizin üçün faydalı oldu. Adətən daha çox video paylaşanlar bunu əvvəldə deyir. Əvvəldə vaxtınızı almaq istəmədim. Sona qədər məni dinləmişsinizsə, YouTube kanalıma abunə olun, like edin, şərh yazmağı unutmayın. Çalışdığım qədər mütəmadi olaraq imtahan ərəfəsinə qədər sizə bu formada olan faydalı testlərin izahını göndərəcəm. Diqqətinizə görə təşəkkür edirəm.